Vəziyyəti dəramədiniz nə cürdür? Çox qəşəng. 5 gün əvvəl şef, 25 gün qalan pişik. Şefin olsun, mən it pişiyəm. Niyə? Abi o günlər ki, müştərini çəkib əlgəşi itən. Zəhvib qataram bilən. O günlər ki, mənim çəkim əlgəşi pişiyəm. Çəkizin məbləği nə minə? 50-60. Yox, Hüseyin. Musafirətən hara gedərsiniz? Be hal quvve ilahi sazman harda müftəv versə bizim məqsədimiz oradır. Biz müsafirətə getmək, daim dükanda oluq. Maksimum deyib bazardan din salıb qeydərik. Bədbəxt. Sizin nəzərinizdə behtar maşini İran nə mənədir? 100% elnəvədən oğreyi. Bir daha tusi koşullarla çərmi tippi başmaqla selam fərman de caddədə həllənaq. Mənə fərq eləmir. Mən ha vaxt maşın aldım, 2 ay sonra satdım, verdim çəkiləmi. Müştəri gələndə nə cür bəxud edərsiniz? Durma yana səhər edirəm, behtarin halətdə işin yola salan ki, daimi müştəri ola bilər. Müştəri nə mənədir? Ərbab rucu. Nə cür başarsam işin yola salmaram, ağzın servis şeylərəm. Nə həddidə risk pəzirsiniz? Ya Hüseyin, mən sazmandan bir daha vam götürmüşəm, əksatı 700.000 tüməndir. Veyla, bundan böyük risk. Mən danışmıram, danışsam dadaşımız səhd elər. Tavsiyyət zavanı İraniyə nə mənədir? Bazar-ı azadda heç zat yox. Gəlin dərsi oxuyun, bir yerdə istihdam olun. Kamilən müxalifəm. Karmətçilikdə heç zət yoxdur. Gedin bazar azada. Baba, karmət. Geç baba.